Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 8-ci sinif fizika dərsliyindən olan dalğaların xassələri mövzusu ilə tanış olacaq. Gəlin başlayaq. Birinci slaydda deyilir ki, okean sahillərində yerləşən iri limanların yaxınlığında xüsusi körfəz və dalğıqran tikilir. Körfəz və dalğıqran hansı məqsədlə tikilir? Bugünkü dərsimizdə biz bunun haqqında öyrənəcəyik və bunun səbəblərini daha geniş formada araşdıracağıq. Ümumiyyətlə bizə belə bir fəaliyyət aparılır. Fəaliyyət nəticəsində bizdən dalğa vannasından istifadə olunur, müstəvi lövhələr, su və bizdən soruşulur ki, üfüqi çubuğun rəqsi hərəkəti nəticəsində su səthində hansı formalı dalğalar yaranır? Ümumiyyətlə üfüqi çubuğun səthində rəqsi hərəkət zamanı biz görərik ki, müstəvi formalı dalğalar yaranır. Şəkildə də görürsünüz. Sonra deyilir ki, bu dalğaların yayılma yoluna maneə yerləşdirdikdə nə müşahidə edildi? Ümumiyyətlə, dalğaların qabağına maneə yerləşdirəndə biz görürük ki, onun arxa tərəfində yayılmağa başlayır. Aralıq azaldıqca, yəni daraldıqca, ondan keçən dalğaların forması necə dəyişir? Şəkildə də görürsünüz. Aralıq, yəni əvvəlcə ara böyük olur, sonra kiçik olur. Bu zaman görürük ki, yayılma bucağı da daha çox olur, daha böyük artır. Sonra deyilir ki, mexaniki dalğalar, yəni xassəsinə hansı nəticəyə gəlmək olar? Mexaniki dalğalar rast gəldiyi maneənin ölçüsündən asılı olaraq onun kölgəsində də yayıla bilər. Liman strukturunu, gəmiləri və yaxtaları dalğaların dağıdıcı təsirindən qorunmaq üçün sahil zonalarının uyğun yerlərində körfəz və dalğıqranlar tikilir. Bu tikililər sahilə yaxınlaşan su dalğalarının enerjisini udmaqda, sahildəki binalara və nəqliyyat vasitələrinə dəyən zərərin azaldılmasında mühüm rol oynayır. Belə ki, sahilə yaxınlaşan xətti su dalğaları dar yarıqdan və ya maneədən keçərək əyilir və maneənin arxasında yayılır. Nəticədə dalğa uzunluğuna mütənasib olaraq konsentrik, yarımçevrilər formasında dalğalar yaranır. Su dalğalarının müşahidə olunan bu hadisəyə dalğaların difraksiyası hadisəsi adlanır. Baxın, şəkildə də görürsünüz, yarımçevrilər yaranır. Dalğaların maneə ətrafından əyilərək onun arxasında yayılma qabiliyyətinə difraksiya deyilir. Şəkildə də görürsünüz. Difraksiya zamanı dalğa uzunluğu ilə maneə ölçüləri arasında müəyyən əlaqə mövcuddur. Yəni deyilir ki, difraksiya hadisəsi o zaman baş verir ki, dalğanın qarşısına çıxan maneənin ölçüsü dalğa uzunluğundan kiçik və ya ona bərabər olsun. Əgər maneənin ölçüsü dalğa uzunluğundan böyükdürsə, bu heç vaxt əyilmə baş vermir, difraksiya hadisəsi baş vermir, nəticədə kölgə də yaranmır. Sahilə tərəf yayılan su dalğaları iri qaya ilə qarşılaşdıqda difraksiya hadisəsi baş verir. Lakin kiçik qaya parçası ilə qarşılaşdıqda ona maneə olmamış kimi yoluna davam edir. Yəni difraksiyaya məruz qalmır. Niyə? Çünki difraksiyada biz bilirik ki, maneənin ölçüləri dalğa uzunluğundan kiçik və ya bərabər olduqda baş verir. Bizdə də maneənin ölçüsü dalğa uzunluğundan böyükdürsə difraksiya baş vermir və ona görə də dalğa həndəsə kölgəsinə daxil olur. Kiçik qaya parçasının ölçüləri dalğa uzunluğundan kiçikdir və nəticədə dalğalar onun ətrafına əyilərək sanki heç yoxmuş kimi daşın arxasında yayılır, yəni difraksiya hadisəsi baş verir. Körfəzlər müxtəlif məqsədlər üçün yaradılır. Birinci məqsəd odur ki, gəmilərin sahildə təhlükəsiz durmaları üçün, yəni körfəzlər gəmilərin güclü dalğalardan sığınacaq tapa biləcəyi təbii lövhər kimi xidmət edir. İkinci səbəb, körfəzlər gəmilərin hərəkəti üçün təhlükəsiz şərait yaradır, onları dalğaların dağıdıcı təsirindən qoruyur. Üçüncü halda eroziya və sahil eroziyasının qarşısını almaq üçün, çünki dalğaların enerjisini azaldır və sahilə eroziya prosesini ləngidir. Dalğalanlar həmçinin müxtəlif obyektləri dəniz dalğalarının, tsunamilərin, buz axıntılarının, çöküntülərin dağıdıcı təsirindən qorunmaq üçün də tikilir. Limanların və dokların təhlükəsizliyi, dalğaqıranlar gəmilərə təhlükəsiz şəkildə yükləri qəbul etməyə, boşalda biləcəyi sakit sular yaradır.
Su ərazilərinin həmçinin mühafizəsi zamanında istifadə olunur. Dalğaqıranlar üzgüçülük, dincəlmək, su idmanı üçün sakit ərazi yaradır. İnfrastrukturu mühafizəsi zamanında istifadə olunur. Dalğaqıranlar binaları, körpüləri və digər sahil ətrafı obyektləri dalğaların dağıdıcı təsirindən qoruyur. Suyun səthində difraksiya. Əgər dalğaların yoluna dar yarığı olan ekran qoyularsa, ekranın arxasında dairəvi dalğa yaranacaq. Yarığın ölçüsü artırılarsa, dalğa formasını dəyişdirmədən keçəcək və əyrilik yalnız yarığın kənarlarında baş verəcək. Səs dalğalarının difraksiyası da mövcuddur. Səs dalğaları binaların və ya təbii obyektlərin küzlərindən əyilərək yayılır. Məsələn, qapısı açıq qonşu otaqdan gələn səsin eşidilməsi dalğaların difraksiyasıdır. Səs dalğaları binaların və ya təbii obyektlərin küzlərindən əyilərək yayılır dedik və bunu bu şəkildə də görürsünüz. Yəni, əgər qapısı açıq olan qonşudan otaqdan səs gəlirsə, bunu difraksiya hadisəsinə olaraq nümunə götürürlər. Səs dalğası yolundakı maneə ilə qarşılaşdıqda difraksiyaya məruz qalır. Məsələn, biz binanın küncündə dayanan insanı, hasarın arxasında hərəkət edən avtomobili görməsək də, onların səsini eşidə bilərik. Bu ona görə baş verir ki, səs dalğaları maneələrin ətrafından əyilib onun arxasına yayılır və səsin difraksiyası baş verir. Səs dalğasının uzunluğu maneənin ölçüsündən böyük olduqda difraksiya hadisəsi baş verir. Aşağı tezlikli səs dalğaları kifayət qədər böyük uzunluqlu olurlar. Məsələn, 100 Hz tezliyində səsin dalğa uzunluğu 3,37 metrə bərabərdir. Tezlik azaldıqca uzunluq da daha da böyüyür. Buna görə də səs dalğası onunla müqayisə olunan obyektlərin ətrafında asanlıqla əyilir. Parkdakı ağaclar səsi eşitməyimizə qətiyyən mane olmur. Çünki onların gövdələrinin diametri səs dalğasının uzunluğundan xeyli kiçikdir. Dalğalar niyə əks olunur? Biz ona görə baş verir ki, düşən dalğa maneəyə çataraq onun zərrəciklərini rəqsə hərəkət etdirir. Bu zərrəciklər də yeni dalğa mənbəyinə çevrilir və həmin mənbənin yaydığı dalğaların bir hissəsi maneənin təşkil etdiyi mühitdə yayılır. Digər dalğa isə ilkin dalğanın gəldiyi mühitdə qayıdır. Yəni, bir hissəsi onun daxilində baş verir dalğa, bir hissəsi rəqsə hərəkət etdiyi, bir hissəsi isə həmin mühitə qayıdır. Səs dalğasının qayıtma qanunu belə deyə bilərik ki, düşən səs dalğası, qayıdan səs dalğası, düşmə nöqtəsinə endirilmiş perpendikular bir müstəvidə yerləşir. Səsin düşmə bucağı həmişə qayıtma bucağına bərabərdir. Bunu əsasən biz bunu işıq hadisələrinə də bənzədə bilərik. Optika dərsində, yəni biz gələcək siniflərdə optika bölünsünü öyrənərkən də biz bu hadisələri bir də orada öyrənəcəyik. Sadəcə səs üçün yox, artıq işıq üçün bunları öyrənəcəyik. Səsin qayıtma qanununun tətbiqləri bir sıra yerlərdə var. Məsələn, bir sıra musiqi alətlərində istifadə olunur, zurna və s. Meqafon geniş konus formalı cihazdır. O danışan insanın səsini həm gücləndirir, həm də istiqamətləndirir. Meqafon turistik məkanlarda, yarmarka və marketlərdə az sayda toplaşan insanlara ünvanlamaq üçün istifadə olunur. Meqafonun bir tərəfi geniş, bir tərəfi isə dardır. İnsan meqafonun dar tərəfindən danışanda meqafonun geniş tərəfindən uğurlu səs qayıtmalarının qarşısını alır. Həmçinin qayıtma qanunu tətbiqləri ampul buynuzunda, velosiped, maşın, avtobus, yük maşınları və qayıqlarda siqnal məqsədi ilə istifadə olunur. Burada həmçinin dar ucunda çuxur rezin lampaya malik konus formalı əyilmiş metal borudan ibarətdir. Ampul buynuzunun rezin lampa tərəfini əllə sıxanda hava borudan xaric olunaraq güclü səs yaradır. Həmçinin tipdə də geniş istifadə olunur. Stetoskop həkimlər tərəfindən insan orqanizmindən əsasən ürək və ağciyərlərdən gələn səsi dinləmək üçün istifadə olunan tip cihazdır. Bu cihaz 3 hissədən ibarətdir. Sinə hissəsi, bu səsi gücləndirən əsas diafraqmadan ibarətdir. 2 dənə qulaq hissələri var. Bu hissələr həkimin qulaqlarına daxil edirlər. Həmçinin sinə və qulaq hissələrini birləşdirən rezin borudu var. Bu boru səsi sinə hissədən qulaq hissələrinə ötürülür.
Stetoskopun iş prinsipi də səsin qayıtma qanununa əsaslanır. İnsan orqanizm müayinəsi zamanı ürək və ağciyərlərdə gələn səsin, bu da səsin qayıtma qanununa əsasən həkimin qulağına ötürülür. Həmçinin böyük zallarda səs divarları, səs divarlar, tavan, döşəmə, oturacaqlar və hətta zalda yerləşən insanların geyimləri tərəfindən də udulur. Bu cür çoxlu sayda udulmalar nəticəsində danışanın səsi aydın şəkildə eşidilmir. Bu problemi həll etmək üçün səsi qaytarıb və yayan səs lövhələrindən istifadə olunur. Səs lövhələri çökük formalıdır. O geniş zallar və ya auditoriyalarda danışan insanın digər insanlar tərəfindən asanlıqla eşidilməsi zamanı istifadə olunur. Səs lövhəsi danışan insanın arxasında yerləşdirilir. Yəni insan lövhənin fokusunda dayanır. Ondan gələn səs bütün zal boyunca bərabər şəkildə qaytararaq yayılsın. Konsert, konferans, kino zallarda tavanlar çökük formasında hazırlanır ki, səs lövhəsi rolunu oynararaq aşağıdan gələn səsi qaytararaq zalın bütün hissələrinə, yəni tamaşaçıların üzərinə əks etdirsin. Dalğalarda müşahidə olunan xassələrdən biri də onun bir mühitdən digər mühitə keçərkən istiqamətinin dəyişməsidir, yəni sınmasıdır. Şəkildə də görürsünüz. Məsəl üçün, səs mülayim havada daha sürətli, sərin havada isə yavaş keçir. Buna səbəb isə səs dalğaları mülayim havada uzaqlaşaraq sərin havaya tərəf meyl edir. Dalğanın iki mühitdə sınmasının səbəbi odur ki, dalğa sınarkən onun mühitdə sürəti dəyişir. Bunu biz öyrənmişdik. Və dalğa mühitdə yayılma sürəti onun iki mühit sərhədindən keçdikdə istiqamətinin dəyişməsinə gətirib çıxardır. Ona görə baş verir ki, iki mühit sərhədindən keçən dalğa, məsələn səs dalğası, ikinci mühit zərrəciklərini məcbur rəqs etdirir. Və bu zərrəciklər də nəticəsində həmin mühitdəki dalğanın tezliyi düşən dalğanın tezliyi ilə eyni olur. Və nəticədə tezlik dəyişmir. Yəni biz onu bilməliyik. Buradan belə nəticəyə gəlirik. Bir mühitdən digər mühitə keçəndə dalğaların tezliyində dəyişiklik baş vermir. Amma biz görə bilərik ki, dalğa uzunluğunda dəyişiklik baş verir və nəticədə dalğanın yayılma istiqaməti də dəyişir, sürəti də dəyişir, həmçinin sınma da baş verir. Məsələn, kəpəz dağının ətəyində və zirvəsində səs dalğasının yayılma sürətlərini müqayisə et. Dağın ətəyindəki mülayim hava zirvədəki soyuq havaya nəzərən sıx olduğundan səs dalğaları dağın ətəyində daha sürətlə yayılır. Belə bir sual da verilir. Hovuzda müəyyən tezlikli səs yayan sualtı dinamik quraşdırılmışdır. Səs dalğalarının bir hissəsi suyun alt hissəsindən əks olunur və bir hissəsi sınaraq havaya keçir. Sudan havaya keçərkən səsin sürəti, tezliyi, dalğa uzunluğu necə dəyişəcək və uyğun kəmiyyətləri dəyişiklikliyini, müvafiq xarakterini müəyyənləşdirin. Əgər biz biliriksə, bir mühitdən digər mühitə keçərkən səsin tezliyi dəyişmir. Səsin tezliyi dəyişmirsə, biz dəyişməz halını C-yə yazarıq. Biz bilirik ki, səsin sürəti bir mühitdən digər mühitə keçəndə dəyişir. Xüsusən bizdə sudan havaya keçir. Sudan havaya keçərkən havada sıxlıq daha kiçikdir. Amma suda sıxlıq daha böyükdür. Suda molekula daha sıx yerləşmişdir. Biz də bilirik səsin sürəti asılıdır mühitin sıxlığından, elastikliyindən. Yəni mühit nə qədər sıx olarsa, bu zaman səsin sürəti daha sürətli yayılır, daha böyük olur. Ona görə isə sürətdə azalma baş verəcək. Dalğa uzunluğu da eyni ilə düz mütənasib olduğundan səsin dalğa uzunluğu da azalacaq. Həmçinin bizdən soruşulur ki, səs dalğası hansı mühitdə daha böyük sürətlə yayılır? Suda yoxsa havada? Təbii ki, suda. Çünki suda molekulların sıxlığı daha böyükdür. Sıx olduqca səsin sürəti daha tez yayılır, daha böyük sürətlə yayılmasına səbəb olur. Dalğa sıx mühitdən seyrə mühitə keçdikdə onun dalğa uzunluğu necə dəyişər? Sıxdan seyrə mühitə keçəndə dalğanın yayılma sürəti azalır. Çünki daha gec proses baş verir, daha az sürətlə gedir. Və nəticədə dalğa uzunluğu da səsin sürətinə əsasən düz mütənasib olduğundan, səsin sürəti azaldığından dalğa uzunluğu da azalacaq. Digər tapşırıqda deyilir ki, səs dalğası havadan suya keçəndə səsin tezliyi, sürəti necə dəyişəcək? Biz bilirik ki, bir mühitdən digər mühitə keçərkən tezlik dəyişmir. Tezliyi yazarıq C variantı. Havadan suya keçdikdə
Suda sıxlıq böyük olduğundan sürət də daha böyük olacaq. Daha böyük sürətlə yayılacaq. Yəni sürət artar. Buna görə səsin sürətinə A variantı yazıram. Həmçinin bir mühitdən digər mühitə keçərkən səs dalğasının uzunluğu 3 dəfə artarsa, səsin ucalığı necə dəyişər? Biz bilirik, səsin ucalığını xarakterizə edən kəmiyyət səsin tezliyidir. Və səsin tezliyi bir mühitdən digər mühitə keçərkən dəyişmədiyindən səsin də ucalığı dəyişməz. Buna görə C variantı olacaq. Digər tapşırıqda deyilir ki, hovuzda müəyyən tezlikli səs yayan sualtı dinamik quraşdırılmışdır. Səs dalğasının bir hissəsi suyun alt səthindən əks olunur, bir hissəsi sınaraq havaya keçir. Sudan havaya keçərkən səsin ucalığı, dalğa uzunluğu və sürəti necə dəyişəcək? Bir mühitdən digər mühitə keçən zaman biz bilirik ki, tezlik dəyişmir. Tezlik dəyişmədiyindən ucalıq da dəyişməz. C variantı. Bizdə deyilir ki, sudan havaya keçərkən şərt onu verib. Sudan havaya keçərkən sürəti azaldığından, yəni B olduğundan dalğa uzunluğu da azalacaq. Digər tapşırığa keçək. Şəkildə otaqda qoyulmuş maneə arxasında səs mənbəyi təsvir olunub. Səs A nöqtəsinə hansı hadisələr nəticəsində tutar? Təbii ki, burada difraksiya hadisəsini göstərə bilərik. Əgər səsin dalğa uzunluğu maneənin ölçüsündən böyükdürsə, bu zaman o A nöqtəsinə gedib çatacaq. Və biz burada deyə bilərik ki, difraksiya hadisəsi baş verir. Digər sualda deyilir ki, səsin qayıtmasına aid suallardır. Gəmidəki hidrolokatorun sürəti 1500 metr/saniyə. Icebergə göndərdiyi ultrases siqnalı 5 saniyədən sonra geri qayıtdı. Iceberg gəmidən hansı məsafədədir? Burada verilənlərə qeyd etsək, yaza bilərik ki, B bərabərdir 1500 metr/saniyə. Zaman verilib, T bərabərdir 5 saniyə. Tapmalı bizdən məsafəni soruşur S. Burada da səs lokasiyası hadisəsi, yəni əks-səda baş vermişdir. Əks-sədanın da düsturu biz bilirik ki, S bərabərdir VT bölünsün 2 düsturuna hesablanır. Verilənləri yerinə qoyub hesablayaq. 1500-ü 5-ə vurub 2-yə bölürük və hesablasaq. Bu zaman 3750 metr alarıq. Digər tapşırıqda deyilir ki, ovçu meşəlik sahədən 1100 metr aralıda olarkən atəş açdı. Atəşdən 2 saniyə sonra ovçu əks-səda eşidəcək. Səsin havada sürəti 340 metr/saniyə. Yenə də burada verilənləri yazsaq, məsafəni bizə verib 1100 metr. Sürət verilib bizə 340 metr/saniyə. Bizdən zamanı soruşur. T bərabərdir sual. Yenə də burada əks-səda üstünə yazsa, S bərabərdir VT bölünsün 2 kimi yazarıq. Və bu zaman burada T-ni tapsaq, bu zaman 2S bölünsün V şəklində yazarıq və hesablamamızı aparaq. Yəni biz 2-ni 1100-ə vurub 140-a böləcəyik. Bu zaman cavab 6,5 saniyə olacaq. Deməli, biz bu dərsimizdə sizinlə dalğaların xassələri mövzusu ilə tanış olduq. Xassələrini öyrənərkən sizinlə dalğaların bir sıra xassəsini, dalğaların qayıtmasını, sınmasını, difraksiya hadisəsini öyrəndik və bu mövzuya uyğun olaraq tapşırıqlar işlədik. Həmçinin öyrəndik ki, dalğaların qayıtmasının tətbiqləri haralarda və hansı məqsədlər üçün istifadə olunur. Mövzuya uyğun tapşırıqlar da işləyərək sizinlə mövzunu daha geniş şəkildə, dərin formada mənimsədik. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.